16 yaşlı Arzu Kamilova sosial şəbəkələrdə foto və videoları ilə şantaj olunduğuna görə bir neçə gün əvvəl intihar etdi. Bu dəhşətli hadisə qadınlara qarşı rəqəmsal nifrət nitqinin ictimai təhlükəyə necə çevrildiyini açıq şəkildə göstərir. Amma bu hadisənin köklərinə varsaq müəyyən edəcəyik ki, bu sosial şəbəkələrdə qadınlara qarşı artan nifrət nitqindən, özünü mediada ekspert kimi təqdim edənlərin zorakılığı təşviq etməsindən küçədə qadınlara söz atan zihniyyətə qədər gedib çıxır. Çünki cəmiyyətdə bu addımlara yox deməyən hər kəs zorakılığa hə deyir və həmin bu ictimai legitimləşdirmə qadın ölümlərinin səbəbidir. Bəs qadınlarımızı necə qoruyaq? İctimai müzakirələrlə, fikirlərimizi səsləndirməklə və uğurlu təcrübələri öyrənərək tətbiq etməklə. Mart ayının 7-sində Fransanın Azərbaycandakı səfirliyi və Azərbaycanda Fransız İnstitutunun tərəfdaşlığı ilə Genera Media Watch və Kitabistan ictimai və rəqəmsal məkanda qadın hüquqlarının müdafiəsi mövzusunda panel müzakirəsi keçirdi. Bu müzakirədə biz Fransa, İsveç və Meksikanın qadın hüquqlarının müdafiəsi sahəsindəki gördükləri işləri həmin ölkələrin səfirlərindən dinlədik. Müzakirə zamanı Fransanın Azərbaycandakı səfiri xanım Sophie Lautun qlobal səviyyədə artan radikal maskulinizm fonunda qadın hüquqlarını müdafiə edənlərə qarşı da nifrətin artdığını vurğulaması çox yerinə düşdü. Onun bu çıxışı həqiqətən də diqqətə dəyərdir. When we say hostile masculinism, it's not like, oh, I would prefer my wife to stay home and take care of the kids. It's feminists need to be taken down. I want to burn them. And there is no reason for women to have any space anywhere, be it physical or mental space. Meksikanın Azərbaycandakı səfiri xanım Victoria Romero'nun digital zorakılıqla bağlı səsləndirdiyi bu fikirlər çox yerində oldu. O bildirdi ki, Meksikada digital zorakılığa məruz qalan bir qadın bununla mübarizə apararaq ölkədə qadınlara qarşı rəqəmsal zorakılığın cinayət hesab olunduğu qanunun qəbul edilməsinə nail olub. From 2014 until 2020, there is one activist in Mexico that she managed to promote some changes in our general law. Bu onu göstərir ki, biz qarşılaşdığımız problemlərdən şikayət edərək müzakirə edib bunu yekunlaşdırmamalıyıq. Biz bu problemlərin həlli üçün çalışmalıyıq. Məsələn, dünyada ilk feminist xarici siyasəti qəbul edən ölkə olan İsveçin Azərbaycandakı səfiri cənab Tobias Lorentzon qadınlara qarşı zorakılıqla mübarizədə qadınların iqtisadi gücləndirilməsinin mühüm olduğunu vurğuladı. The signal the government wants to send is that violence against women is not only a justice issue, it's a structural issue. İndi bizim bu üç ölkənin nümunəsində ictimai və rəqəmsal məkanda qadın hüquqlarının müdafiəsinə dair məlumatımız var. Gəlin düşünək, biz Azərbaycanda qadın hüquqlarının müdafiəsi üçün bu uğurlu təcrübələri necə tətbiq edə bilərik?